Herkese salam qızlar, axşamınız xeyir olsun. Qonaqlarımız gəlmişdi. Belə yedilər, içdilər, getdilər. İndi isə mənə qaldı buraları yığışdırmaq. İndi isə gəlin buraları sizlərlə bir yerdə yığışdıraq. Neyse kızlar, evdəkilərin yerlərini açsam, gəlirəm. Bunları belə yerə ataq hələ ki. Sonra bir küncdən yığarıq. Siz neyirsiniz? Yerləri də açdım belə. Bu yastıqçaları da bura yığdım belə. Biri də belə. İndi buralarını da son halı belə. Buralar təmizləndi. İndi isə gedək o otaqları təmizləyək. Kızlar, indi isə sizə koridorun son halını göstərirəm. Koridorda belə belədir. Bu stolu mətbəxə aparacağam. Bir də burada şkafları götürəcəm belə. Yataq otağımızdakı təmizdir. Hər zamanki kimi. Yəni bura ehtiyac yoxdur. Buranın işığını da söndürək. Belə indi isə gedək ən çətin məsələyə. Koridoru təmizləyək, sonra gedək mətbəxə. İndi isə qızlar buradan başlayaq. Buraları belə silək. Şimdi buraları təmizləndirir belə. Kızlar, bu da mətbəximizin son halı. Hər şey darmadağındır belə. Bir sürü də qab məni gözləyir belə. Buraların da halı belə. Belə.
Yatağımın son halı belə oldu. Qablarımın hamısını yudum. Belə səliqəli. Buraları da təmizlədim. Hani kimi də altını yandıraq. Qısın çay çək. Bu belə. Belə. Hər yeri demək olar ki, dərindən təmizlədim. Belə. Buraları da belə. Paltarların bir resi yolub aparıb sərəcəm. İndi isə buranın stolunu silək. Sonra isə qaldı bir dənə buranı pil soslamaq. Buranı pil sosluyum. Все, bugünlük bu kadar işimiz. Saat da ki gece saat 12'ye qalıb. Neyse buraları da silək. Hələ mən paltarlarımın yarısını da vuracam, yiyorsun. Bütün işlərimi görüb rahat yata bilərəm. Gecədən işlərimi görəndə o kadar rahat oluram ki. Bilmirəm sizlər də eləsiz ya yox, amma gecədən ev təmiz olanda adam sabaha rahat, sərgəli evlə uyanır. Yoxsa tökülü olanda hey nəsə bir şey eləməyə çalış, yəni olmuş işlər düzəldir. Son olarak qaynatma da sabah yumurta qaynattım. İndi isə qızımın termosunu dolduraq, bir stəkan çay içək və yataq. Axşamlar termosu doldururam ki, birdən durur su istəyər. Belə. Yarısını boşaldıq, çoxdur. Sonra indi isə bir stəkan çay içək və gidip yataq. Özümüze gün sonu verək. Saatdaki mən bugünlük videomu burada sonlandırıram. Sizdən də bir tek xahişim var ki, videolarımı beğenin, like atın, abone olun. Videoların hər birini bəyəndinizsə, bəyən tuşuna basmağı, yorum yazmağı, abone olmağı unutmayın. Hər birinizi çox sevirəm. Hələlik. Gecəniz xeyirə qalsın.